86-cı hədis. An Abdullah ibn Umar radiyallahu anhuma enne Nebiy sallallahu aleyhi ve sellem kana yerfa'u yedeyhi hazva menkibeyhi idha iftataha salah. Abdullah ibn Umar radiyallahu anhuma, Ömər radiyallahu oğludur Abdullah. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem namaza başladığı zaman əllərini çiyin bərabərində qaldırardı. Və təkbir gətirəndə təkbirə necə olur? Çiyin bərabərində. Bir çiyin bərabərində gəlib və bir də qulaq bərabərində. Daha belə şeylər gəlmir. Ha? Bunlar yoxdur. Ya çiyin, qulaq bərabərində ya da çiyin bərabərində əllər də qibləyə tərəf. Və idə kəbbara lirruku'i və rükiyə təkbir gətirdiyi zaman həmçinin əllərini qaldırardı. Demək, namaza giriş bu bir. Sonra rükiyə getmək istədiyi zaman və idə rafa rasahu minər ruku və bir də rükudan qalxarkən üç yer gəlir və bir də burada bu hədisdə üç gəlir, bir də başqa hədisdə isə ikinci rəkatdan qalxanda bu da əsas dörd yerdə gəlir. Dörd yerdə təkbir gəlir. Yəni namaza giriş, sonra rükiyə gedəndə, rükudan qalxanda və bir də namazın ikinci rəkatını təşəhhüddən sonra ayağa qalxanda olunan təkbirdir. Və bəzən də bütün hallarda təkbir edə bilir, bəzən, hər bir həkə. Hətta səcdəyə gedirsən, səcdəyə gedəndə Allah akbar, səcdədən qalxanda Allah belə, hər dəfədə təkbir gəlib, amma bəzən də o, həmişə deyil. Və idə rafa rasahu minər rukuf və rafa'ahu mə kədəlik. Yəni, rükudan qalxanda da əllərini qaldırardı. Və qalə səmi'allahu limən həmidə və səmi'allahu limən həmidə deyərdi. Rabbənə və ləkəl həmd. Rabbənə və ləkəl həmd bu sözləri deyər. Və kənə lə yəf'alu dəlikə fis-sucud. Yəni, bunu səcdədə etməzdi. Yəni, onu bildirir ki, çox vaxtı 4 təkbir olub və bəzən də, o başqa rəvayətlər var, bəzən də yəni hər bir hərəkətdə edilib. İxtilaf yaram orada. Hədisin mövzusu bəyan hukmu raf'il yedeyn və muvadi'i fis-salah. Deməli, namazda əllərin qaldırılması və əllərin qaldırılma yerləri. Hədisin qısaca olaraq şərhi, deməli, namaz ən gözəl, ən xeyirli bir mövzudur və hörmətli bir qonaqlıqdır. Namaz cümət kullu mə ləzzə və tab, namazda ən gözəl, ən dadlı, ən ləzzətli şeylər cəm olub. Fəkullu udvin fil bədən ləhu fiyhə ibadətun taxussu. Yəni, namaz qılarkən bədənin hər bir orqanının ona xas, ona aid ibadəti vardır. Və o orqanlardan biri də əllərdir. Fələhumə vəzaif iddə, yəni əllərin bir neçə vəzifəsi vardır. Onlardan biri də təkbiratul ihram gətirərkən, namaza giriş təkbiri gətirərkən əlləri qaldırmaq, bu namazın zinətidir, bəzəyidir. Və işarə ilə duxul alallah və Allahın yanına bir giriş işarəsidir. Və raf'u hicabil qafləti beynəl musalli və rabbi və həmçinin insanla, namaz qılanla Rəbbi arasında olan qəflət hicabının qaldırılmasıdır. وفي هذا الحديث يخبر عبد الله بن عمر رضي الله عنهما أن النبي صلى الله عليه وسلم كان يرفع يديه إلى حذو منكبيه في 3 مواضع. Yəni bu hədisdə Abdullah ibn Umar radiyallahu anhuma Peyğəmbər sallallahu əleyhi və səlləmdən xəbər verir ki, əllərini namazda çiyin bərabərində 3 yerdə qaldırardı. 3 yerdə çiyin bərabərində qaldırardı. Əndə təkbiratul ihram, giriş təkbirində, rüküyə gedərkən və rüküdən qalxarkən. Və la yef'alu zalika 'inda sucud və la 'inda raf minhu haythu annahu hawa və nazal. Və belə ki, səcdəyə gedərkən və səcdədən qalxarkən bu etməzdi. Bu hədisə əsasən, yəni əsas çox vaxt belə olub. Bu hədisin faydalarından fihi isbat raf'il yedayn 'inda iftitah salat və baqi al-mawatin al-mazkura və rad 'ala man za'ama adam thubutihi. Deməli, bu hədis dəlildir ki, namaza giriş zamanı rüküyə gedər, rüküdən qalxarkən əllərin qaldırılması və bunun sabit olmadığını deyənlərə, iddia edənlərə rəddiyə vardır. Bu hədisdə istihbab raf'ul yedayn fi hadihil mawatin, yəni bu yerlərdə, bu hədisdə zikr olunan yerlərdə əllərin qaldırılmasının müstəhəb olması. Ənən raf yakunu hadval mənkibeyn və həmçinin qaldırmaq çiyin bərabərində olur. İndə raf'i minər ruku la yukebbir bəl yəqulu semi'allahu limen hamdə. Amma rükudan qalxarkən Allah akbar sözü deyilmir, semi'allahu limen hamidə deyilir. İndəl i'tidal minər ruku la yukebbir və həmçinin rükudan düz durarkən də
Semiyallahu limen hamdə dedikdən sonra təkbir yoxdur. Orada Rabbənə və ləkəl hamd sözü deyilir. İsbatu təkbir ində iradətir ruku' və rukiyə getmək istədiyi zaman həmçinin təkbirin də isbat olması, sübut olması. Əl-hikmətu fi raf'il yedeyn. Əllərin qaldırılmasında olan hikmət. Bir neçə belə hikmətlər var. Bunlardan bəzilərini qeyd edək. Qilə i'zamən li cəlalillah. Yəni təkbir, yəni Allah Taala'nın cəlalını ucaltmaqdır. Və ittiba'an li sünnəti Rasulullah sallallahu əleyhi və səlləm, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabe olmaqdır və Allahdan savab olmaqdır. Və həmçinin deyilənə görə hikmətlərdən işarə ilə raf'il hicab beynəl abdi və Rabb. Yəni təkbir insanla Rəbb arasında o hicabın, pərdənin, o qəflət pərdəsinin qaldırılmasıdır. Və qilə innehu təabbudun la yuqal məna. Və həmçinin görüşlərdən biri də odur ki, yəni əllərin qaldırılması sırf bir ibadətdir, onun mənası dərk olunmur. Və qilə huve işarətun ilə təvhid. Və həmçinin görüşlərdən birində deyilir ki, bu əllərin qaldırılması tövhidə bir işarədir. Və həmçinin görüşlərdən əl-hikmə fihi indəl ihram ən yarahu mən la yesma'u təkbir və ya'lem duxula fis-salat. Əgər bir insan təkbiri uzaqda olan eşitmirsə, əllərin qaldırılması ona bir işarədir ki, artıq namaz başlayıb. Yəni bu da hikmətlərdən sayıla bilir və ona nümunə götürsün və ona uyaraq namaza girsin. Və qilə huvel-istislam vəl-inqiyad. Və həmçinin görüşlərdən biri də odur ki, təkbir təslimiyyəti və boyun əyməyi bildirir və necə ki, yəni döyüşdə deyir, əsir tutulanda əsir nə edir? Əsir əllərini qaldıran. Əllərini qaldırma nə deməkdir? Təslim olmaq. Yəni aləməl istislamihi və həd nəhvu məsələf. Yəni ki, onun təslim olmasına əlamətidir. Və həmçində elə bir ki, qul da namazda əllərini qaldırarkən, yəni Allahın qarşısında təslim olmasını bildirir. Və qilə işarə ilə darhu umuru dünya və ra zahri və iqbal bi kulliyyə alə salati və münacət. Və həmçinin hikmətlərdən, bu da məşhur hikmətlərdən biridir. Yəni elə bir ki, insan təkbir etdiyi zaman, yəni bütün dünya və dünya işlərini kürəyinin arxasına atır və o bütövlüklə namaza girir və Rəbbi ilə danışmağa başlayır. Tadammanə dəlik qavl Allahu Ekber və yətətabaq fi'l və qavlə. Yəni bu söz olaraq Allah Ekber sözü bunu əhatə edir və həmçinin hərəkətlə də bunu bildirir ki, dünyanı arxaya atır və bütövlüklə namaza girərək Rəbbi ilə münacətdə, danışıqda olur. Və qilə əl-qasdu bihi iş'aru ən-nəfs isti'zam mə yədxulu fihi və kəthirən mə yəcri lin-nas mithl zəlikə ində müfəciəti əmr istəzamə fəyərfə yədəyi. Və həmçinin hikmətlərdən gətirilir ki, bundan qəsd olunan, əllərin qaldırılmasından qəsd olunan, yəni insanın bu girdiyi, başladığı bu əməlin özü-özlüyündə ucaldılması. Və çox vaxt, yəni belə bir şeylər insanların başına gəldiyi zaman, qəfildən bir iş başına gəldiyi zaman deyir, o işin böyüklüyünə görə də insan deyir, əllərini qaldırır. Kəlfəzə' minhu vəl-mustəhvil. Elə bir ki, bir dərhal qorxan insan, birdən-birə qorxan insan, dəhşətli bir işlə qarşılaşan insan əllərini qaldırdığı kimi və bu da həmçinin elə bir ki, əlləri qaldırmaq, yəni bu işin namazın dəhşətli, mühüm olmasını bildirir. Və qilə li nəfi sıfətil kibriya an qeyrillah və təkbir isbat zəlikə ləhu. Və həmçinin elə bir ki, hikmətlərdən yenə alimlər zikr ediblər ki, təkəbbürlük sifətinin Allahdan qeyrisindən başqasında elə bir ki, aradan qaldırılması, təkəbbürlük sifəti yalnız Allaha aiddir. وَالنَّفْيُ سَابِقٌ عَلَى-الْإِثْبَاتِ كَمَا فِي كَلْمَةِ الشَّهَادَةِ وَقِيلَ إِشَارَ إِلَى تَمَامِ الْقِيَامِ. Və həmçinin hikmətlərdən zikr olunub ki, bu insanın tam qiyamda olmasını bildirir. وَقِيلَ لِيَسْتِقْبِلَ بِجَمِيعِ بَدَنِ وَكُلَّ مُحْتَمِلَ. Və yaxud da bütövlüklə, bütün bədəni ilə yönəlməsini bildirir. Yəni bu zikr olunan bütün hikmətlər, müxtəlif hikmətlər hamısı yəni ehtimallıdır. Yəni ola bilər, hamısı nəzərdə tutula bilər. Alimlərin ixtilafı, ixtilafül uləmə, əcmə əhlülən minəs-silə vəl-xilaf alə məşru'iyyət raf'il yədəyn əndə təkbir-i ihram li təvatul əhadith fi zəlik. Artıq yəni icma vardır ki, namaza girişdə təkbir olmalıdır. Thumma ixtilaf fi raf'il yədəyn ində qeyrimə. Bundan sonra ixtilaf vardır ki, rüküyə gedərkən, rüküdən qalxarkən və yaxud da təşəhhüddən qalxarkən o yerdə qalan 3 təkbirin olmasında isə yəni ixtilaf vardır. Fəzəhəbə cumhur əhlil ilm ilə istihbabi zəlik və xalafəhum əl-hənəfiyyə. Yenə də Hənəfilər müxalif olub. Cumhur deyir ki, namazda 3 yerdə qaldırılmalıdır. Amma Hənəfilər müxalif olur. Hənəfilərə görə harada qaldırılır? Yalnız birinci təkbirdə. Ona görə doğru olan odur ki, mə'alihil cumhur lihədəl hədis və qeyri ki, hadis Əbi Hümeyd və hadis Abdullah ibn Məsud ində Əbi Davud və bu hədis və başqa hədislərə əsasən deməli, əlləri qaldırmaq artıq olmuşdur. Yəni, sabit olmuşdur. Və bir dəfə yəni əlləri qaldırmanın sabit olduğu görüşündə olan bir alimlə, yəni Əbu Hənifə namaz qılır yanaşı olaraq.
Əbu Hənifə birinci təkbir gətirir və sonra namazlara təkbir gətirmir, yəni namazın o bir hərəkətlərində. Amma o birisi isə yanında duran hər dəfə təkbir gətirir. Namaz qutarandan sonra Əbu Hənifə ona deyir ki, nə oldu? Yəni deyirsən, namazda sən uçurdun və bu qayıdıb ona deyir ki, deyirsən də deyirsən, uçmağı istədin, amma uçmağı bacarmadın deyir. Yəni birinci təkbir gətirir də. ذهب جمع من أهل العلم إلى التفريق بين الإمام والمأمون في قول سمع الله لمن حمده ربنا لك الحمد فاستثنوا المأمون فلا يقول سمع الله لمن حمده. Və həmçinin bir çox alimlər, yəni burada Səmiyyəddündən götürdük məsələni, dedik ki, Səmiyyəllah limən həmidə məsələsi o hədisə əsasən, yəni bir çox alimlər nə deyir? İmam Səmiyyəllah limən həmidə dediyi zaman nə deyin? Qulu Rabbana ləkəl hamd. Yəni zahiri bunu bildirir. Buradan artıq məmumu istisna ediblər. Yəni imamdır, imam Səmiyyəllah limən həmidə və Rabbana ləkəl hamd deyir və həmçinin tək namaz qılan da bunu deyir. Amma məmumu bunun içərisindən çıxardıblar, istisna ediblər. Bu da Peyğəmbər s.ə.v sözünə görə İzə qalə Səmiyyəllah limən həmidə fəqulu Rabbana və ləkəl hamd. Yəni imam Səmiyyəllah limən həmidə sözünü dediyi zaman siz Rabbana və ləkəl hamd deyin. Burada şeyx isə artıq məsələni həm Şeyx Albani və bir də Nəvavi Rahimullahdan gətirərək tərcih edir ki, Səmiyyəllah limən həmidə deyilməlidir. Və qad fassala rad aleyhim əl-İmam Nəvavi fil məcmu'. Yəni məcmu' kitabında 3-cü mücəlləd 430 səhifədə Nəvavi Rahimullah bu barədə danışıb və deyir fəqalə ba'də zikri ənə Rasulullah s.ə.v kənə idə qalə Səmiyyəllah limən həmidə qalə Allahumma Rabbana və ləkəl hamd وحديث صلوا كما رأيتم أصلي فيقضي هذا ما قبله أن كل مصلي يجمع بينهما. Deməli Peyğəmbər sallallahu bu sözü ilə, yəni digər sözünü, yəni sallu kəmə rəaytum usalli, məni necə namaz qılan görürsüz, o cür namaz qılın. Yəni bunlar cəm olunduğu zaman bu hədis açıq-aydın dəlildir ki, yəni Səmiyyəllahu limən həmdə Rabbana və ləkəl hamd sözlərini həm imam, həm tək qılan adam və həmçinin də arxadakılar da deyir. وَلِيَنَّهُ ذَكَرَ ذِكْرُ يُسْتَعَبْ لِلْإِمَامِ فَيُسْتَعَبْ لِغَيْرِهِ. Çünki bu elə bir zikirdir ki, həm imam üçün müstəhəbdir, həm də başqaları üçün müstəhəbdir. Misal olaraq rükudakı təsbihlər, rükuda yəni həm imam deyir və həmçinin arxadakılar deyir. وَلِيَنَّ salat məbniyyə alə ən lə yəftur ani zikr fi şeyin minhə. Namaz da elə bir ibadətdir ki, yəni heç bir yerində insan zikirdən yorulmamalıdır. فَإِلَّمْ يَقُلْ بِالذِّكْرِ مَنْ فِي الرَّفْعِ وَالْعِتْلَى بَقِيَ أَحَدُ الْحَالِ خَالِيًا مِنَ الذِّكْرِ. Elə bir ki, yəni insan orada Səmiyyəllah limən həmidə deməsə, o yer zikirdən xali olmuş olur. Yəni orada zikir olunmamış olur. وَأَمَّا الْجَوَابُ مِنْ قَوْلِهِ وَإِذَا قَالَ سَمِعَ اللّٰهُ لِمَنْ حَمِدَ. O ki qaldı bu hədisə cavab olaraq, yəni onlar gətirirlər ki, Səmiyyəllah limən həmidə dediyi zaman Peyğəmbər bu sözünü siz Rabbana ləkəl hamd deyin və Nəvavi Rahimullah deyir ki, bizim yoldaşlarımız, yəni Şafi məzhəbində olanlar deyirlər ki, فَمَعْنَهُ قُولُ رَبَّنَا لَكَ الْحَمْدِ مَا مَا قَدْ عَلِمْتُمُ. Yəni siz o bildiyiniz məsələ ilə yanaşı Rabbana ləkəl hamd də deyin. Yəni Səmiyyəllah Allah Allah. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر الله أكبر
Deməli, Nəvavi Rahimullah deyir ki, cavab olaraq yəni Semiyallahu limen hamidə deyildiyi zaman siz Rabbana ləkəl həmd deyin sözünü dəlil gətirənlərə cavab olaraq yəni bu deməkdir ki, siz Rabbana ləkəl həmd deyin ma'ma qad alimtumuh, yəni o bildiyiniz məsələ ilə yanaşı. Yəni Rabbana ləkəl həmd gizli deyilir və onu deyin, Semiyallahu limen həmdə artıq o səslə deyilir, onu bilirsiniz. Və onunla yanaşı Rabbana ləkəl həmd deyin. Min qavl Semiyallahu limen həmd. Və innəmə xussa hədə bizzikr li'annəhum kanu yesma'una cəhrən Nəbi sallallahu bis-sem'illahi limen hamidə fə innə sünnə fil cər. Nəyə görə Peyğəmbər sallallahu xüsusilə bunu vurğuladı ki, siz Rabbana ləkəl həmd deyin. Çünki onlar Semiyallahu limen həmdə sözünü eşidirdilər, amma Rabbana ləkəl həmd sözünü eşitmirdilər. Yəni Peyğəmbər sallallahu yəni aşağı səslə deyildi. Lianna yati bihisna və kanu ya'lamuna qawla və həmçinin sahabelər bilirdilər ki, Peyğəmbər sallallahu onlara demişdi ki, məni necə namaz qılan görürsə o cür namaz qılın. Yəni bu da bir qaydadır ki, Peyğəmbər sallallahu mütləq şəkildə tabe olma, ona dediyi hər bir şeyi demək, yerinə yetirmək. Və ona görə də ona müvafiq olurdular. Semiyallahu limen həmdə sözündə müvafiq olurdular. Fələm yəhtəc əl-əmr bihi artıq buna görə onlar sahabelər bunu bildiyinə görə bunu deməyə ehtiyac qalmadı. Yəni siz Semiyallahu limen hamidə sözünü deyin deməyə ehtiyac qalmadı. Niyə? Çünki o əvvəlcədən Peyğəmbər deyib ki, mən necə namaz qılıram, o cür namaz qılın və burada da Semiyallahu limen hamidə sözünü eşitdilər və deyirlər və yerdə qalır ehtiyac nəyə? O gizlində dediyi sözə Rabbana və ləkəl həmd sözünə və la ya'rifuna Rabbana ləkəl həmd. Çünki o sahabelər Rabbana ləkəl həmd sözünü bilmirdilər və ona görə o sözü demək də onlara əmr olundu. Yəni bu izah aydın olur? Maraqlı gətirirəm. Sualım. İmam səsli Fatihə oxuyur da, arada fasilə olur. Yəni oxudu deyə yenə oxuma ehtiyac varmı? Yəni həmən ki. Yəni ümumiyyətlə Fatihədən sonra ara vermək özü alimlər deyir ki, yoxdur da bidətdir. Fatihədən sonra ara vermək, gözləmək bidətdir. Amma ki, hər hansı bir imam ara verərsə orada yəni oxuya bilərsən Fatihəni. Və həmçinin Şeyx Əlbani Rahimehullah da o seçim budur. Təməmül Minnədə 190-cı səhifədə deyir ki, "Və təkid limə zəkəru min şumul istihbab lil ma'mum aqul", yəni bu müstəhəblik məmumları, arxadakıları əhatə etdiyini təkid edərək deyirəm ki, minəl vadihi, açıq aydındır ki, Əbu Hüreyrənin hədisi də sümmə yəqul Semiyallahu limen həmdə hinə yərfəu sulbəhu minəl rək'a. Yəni belini rüküdən qaldırdıqdan sonra Semiyallahu limen həmidə deyərdi. Sümmə yəqul və huvə qaimun Rabbənə və ləkə. Amma ayaq üstə durduqdan sonra Rabbənə ləkəl həmd deyərdi. Fikir bu zikirlər ayrı-ayrı zikirlər. Deməli, rüküdən qalxarkən Semiyallahu limen həmidə. Yəni Semiyallahu limen həmidə rüküdən qalxarkən olan zikir, o yerin zikridir. Və düz qalxandan sonra, düz durandan sonra Rabbənə ləkəl həmd. Yəni düz durmağın zikri isə nə Rabbənə ləkəl həmd. Ona görə Semiyallahu limen həmdə deyilməsə, elbəki o yerin zikri aradan qalxmış olur. Fə in ləm yəqul muqtədi zikrəl i'tidal, fəsəyəqul məkanu zikrəl istiva. Və hədə əmr müşəm min cəmahil musallin. Əgər deyir ki, insan yəni o qalxarkən olan zikri deməsə, onun əvəzinə başqa yerin zikrini burada deyəcək. Rabbənə ləkəl həmdi deyəcək. Və bu da deyir, çox namaz qılan insanlardan müşahidə olunan bir işdir. Fə innəhum mə yəkədunə yesməun min Semiyallahu limen həmidə illə və səbəquhu bi qavli Rabbənə ləkəl həmd. Çünki onlar yəni imamdan eşidən kimi Semiyallahu limen həmidə dərhal onun qabaqlara nə deyirlər? Rabbənə ləkəl həmd. Elə bil ki, onlar başqa yerin zikrini başqa yerə keçirirlər. Və fi hədə müxalifə sarihə lil hədis və bu da açıq aydın Peyğəmbər s.ə.v hədisine ziddir. Fə in havələ əhədum təcənnübəhə vəqa fi müxalifətin uxra və ixlal i'tidal minə zikr məşrufihi bi qeyri hüccə. Və əgər bir insan buna diqqət yetirərsə, onda nə ortaya çıxır? Yəni, ola bilsin ki, məsələn, bir çox namaz qılanlar vəbşi çaşdırır, məsələni ki, yəni buranın zikrini burada deyir. Amma bəzi insanlar ola bilər ki, ehtiyat edir, onun zikri Rabbənə ləkəl həmdi öz yerində eləsin. Onda nəticə olaraq nə ortaya çıxır? Nəticə İmamın qabaqını yox, buranı boşaldır, buranı zikirdən boşaldır. Rüküdən qalxdığı yerə aid olan zikri deməmiş olur. Ora zikirsiz qalmış olur. Bəl innəni əqul İnnə təsmiyə fil i'tilal vacib alə kulli musallin və şeyx deyir ki, mən deyirəm ki,
artıq Semiyallah limen hamidə demək hər bir namaz qılan vacibdir. Li-thubuti zəlikə fi hadisi musi salati və namazını pis qılan insanın hədisinə əsasən. O bir adam namazı pis qılır və Peyğəmbər deyir, get namaz qıl, sən namaz qılmadın. Sonra yenə qılır, yenə get qıl və orada onda Peyğəmbər buyurur ki, la tatimmu salatu ahadin hatta yusbighal vudu. Sizdən bir namazı tam olmaz, dəst namazı gözəl almadıqca, sonra Allah Teala'nın buyurduğu formada etmədikdə, sonra təkbir, sonra rükû, sonra yəni tuma'ninə, yəni oynaqların yerinə qayıtması, sonra Semiyallahu limen hamidə, thumma yestavi, sonra düz durur, hatta yuqima sulbə, hətta belini düzəldənə qədər. Deməli, bu açıq aydın dəlildir ki, yəni Semiyallahu limen hamidə sözü də deyilir. Deməli, ixtilaf var, amma bu artıq bu izahlardan sonra... Yerdən qalxınca mı deyirlər, ikinci şəkildə qalxmışdan sonra? Yerdən qalxarkən, əllərin qaldırılması yoxsa təkbir sözü? Əllərin qaldırılması daha yaxın olan yuxarıdadır. Amma Şeyx Alban Rahimullah aşağıda tərcih edirdi hədisi əsasən, amma hədisi rəvayət edən ravi isə İbn Ömər radiyallahu anhuma, yəni yuxarıda qaldırardı. Özü rəvayət edən yuxarıda qaldırardı. Yəni, amma hədisdən belə istinbat fayda çıxarıla bilir, amma daha yəni güclü olan odur ki, yəni yuxarıda qalxdıqdan sonra qaldırılması, əllərin qaldırılması. O ki, qaldı sözün deyilməsi, təkbirlərin deyilməsi, yəni hərəkətdən əvvəldir. Yəni ixtilaf var. Nəvəvi Rahimullah gətirir ki, hərəkətlə yanaşıdır. O Şeyx Alban Rahimullah deyir ki, hərəkətdən əvvəl, yəni təkbir sözü, söz olaraq Allahu Ekber sözü, yəni hərəkətdən əvvəl deyilir. Hər hərəkətin başlanğıcında əlləri qaldırmaq olar. Yəni hər təcrübədən qalxandan sonra hər hərəkətin başlanğıcında Allah. O hər rükatın başlanğıcı deyil. O, yəni hər hərəkətə aiddir. O da bəzən olur. Bəzən olur. Tək qiyamda yox, qalxanda yox. Yəni, hətta səcdələrdə də. Bütün hərəkət. Səcdəyə gedirsən, Allah. Qalxırsan, yəni Allah. Bütün yerlərdə var, amma bəzən. Amma həmişə olan o nədir? Bu 4 yerdir. Bu hədisdə keçən 3 yer və bir də başqa hədisdə keçən, yəni təşəhhüddən sonra qiyamda qaldırılması. Aydın 4 yer bu stabil, davamlı şəkildə deyilir və o ki qaldı bəzən, yəni hər hərəkətdə də yəni sabit olub. Səmiyallahu limen həmidəsi yerində. O ilə bir yerdə əlləri qaldırmaq lazım. Yoxsa Səmiyallahu limen həmidəsi qalxıb, sonra Allah. Sən yuxudan qalxıb. Ya hədisə əsasən yəni əvvəldir və yaxud da hərəkətlə yanaşılır. Onun özündə də ixtilaf var. Nə vaxtdır? Şeyx Alban Rahimullah yəni əvvələ gətirir onları. Və Nəvə Rahimullah orada gələcək hədisdən inşallah hinə yarfa, hinə yarka, yəni hinə elə bir ki, hərəkətlə yanaşılığı bildirir və ona əsasən onunla yanaşı olduğunu. İxlasla.com saytı tərəfindən təqdim olundu.